Salam. Salam. Qəşəng İboşun kargoları gəlir. Birlikdə açaq. İndi ben. Açaq. Nədir? Hardan başqa var burada? Ha bunlar. İndi ben. Görə İboş gəlir nələr gəlir? İndi değil. İndi ben duracağım. İnləmə. İboşun gəlir inləmə. Sizcə inləmə nədir? Baxarsınız. Belə gəlir. İndi ben burada. Allah, nə qədər şey gəlir. Nə böyüdədir İboş var. Ben. Hamısı sənindir. Aha. Kargodan çıxanlar. Qızımdır bura. Ben. Neyse, bu yaxın bir qədər. Sonra başqa nə? Hadi. Bu şey nədir? Bu qədər xəstəlikdir. İyi. Salam yaxşı çıxar. İndi Qoca. ben. Qoca qutlaydı. Bunu qəşəng bir dənə kombinləyəcəm. Ha, qəşəngdir. Şey. Ben. Dedi. Onun içi də qəşəng qalır. Bunu qəşəng də maraqlı kombinləyəcəm. İboş. Ha. Sənindir. Aman. Hə, məndir. Sonra, görə bu nədir? Hə, bu da Ha. İboşundur. Benim. Çox güman ki, bu da İboşundur. Bu nədir onu bilmirəm. Bu nədir? O da koyuyorum. Bilmədim. Bu deyəsən İboşun deyil, o. Qızımın olmalı. İyi. Bu da qızımındır. Yəni, hələ ki qızım çıxır beyni çönür. Bu da qızımındır, görə bu nədir? Nəsə, öz açar. Abu bu. Sən də varındır da, yəni. Bu da bu mamamındır. Bu dondu deyəsən. Abu bu. Qoyacam, donda qoyacam. Amma çox qəşəng. Nəysə. Bu belə qəşəng bir şeydir. Mana, buradan baxırsan da görərsən. Abi ben onu. Bundan heç nə, bunlar buna. Mənim deyil, qızımındır. Bu da qızımındır. Görə başqa nə var? Bundan bu qədər başım gəlir. Bunun hekayəsini deyib bizə. Səbətə atmaq əvəzinə çaşdım durdum. Elə bir səbət atırdım, dedim, kapı qoçaqdır. Amma çox da toxum gəlmişdi, dedim, dolandım bana. Gör nə gözəldir. Çox qəşəngdir də bu. Mənim. Sənindir. Sonra Ana bu. İbrahimin bana bir zaman yalvardım ona. Çox qəşəng istəyirəm. Bu mənim. Bunu İboşa vermişəm. İboşun falan. Amma qəşəng mod bir şeydir. Yəni əyində çox istəyirəm. Hadi, bu mənim. Hə, hamısı sənindir. Ana. Sonra İboş açıb görüm nədir. İboş, inşallah səndən bir baxsana baxıb özünə necə. Belə baxım nə sən üçün gedir. Ana. Ha, bu da İboşdur. Gözün nə deyir mənə? Nə deyirsən İboş? Ana. Aynen, aynen. Ana bu. Yəni, Hadi. bundan o qədər xoşum gəlir. Ana de. Çox qəşəngdir. Yəni bildiyi çox qəşəng bir şeydir. Hə. Ana de. Sonra sənin də hamısı sənindir. Evet. Baxın, nə maraqlı bir şeydir. İboş gözəl. Papa. Sən kullandır. Olasam olda. Gəl, gəl. Baxın. Elə bir şeydir ha. Baxın. Hadi. Sonra İboşa bir dənə bir kapat takacağım. Aa papa. Ben de bak. Ha, inşallah açar. Yaxın anladım nasıl görəcəm. Heç istədiyim kimi çıxmadı. Bəbə papalı. Bəbə. Evet. Alacam. Hadi. Aleyhim. Oy. Oha. Gecə eşek var da, bu da yəni mən sayıram o. Hadi benim gibi. Yaşından başından Oha. üç tane uşağımdan utanmıram. Wow. İnşallah açar. Ana da. İboş maması olmazsa tapanca olar. Onu. Hə. Yaşından başına baxmayır. Üç uşaq anasının özünə zakaz verdik. Şeyə baxın. Mehmet de. Heç Mehmet. yaşıma uyğun hərəkət Bir eləmirəm. də? Böyümədim də mən. Mehmet. Nəysə, sənindir. Sonra görək bu nədir? Bu nədir? Bir də. Ha, bu bisiklet nədir? Çox qəşəng bir şeydir. Bir də Mehmet. Bunu açım, sizə göstərəcəm. Gözləyin. Bax, bilirsiniz bu nədir? O, saçınızı belə yığırsınız, at quyruğu falan. Bununla bax belə eləyirsiniz, üstünə belə darırsınız, çox qəşəng görsənir də saç. Mehmet de. Yəni mənim kimi pırpırdaşlara aiddir də o. Eyvah. Üçümündür, hə, qızımındır. Qızımındır, bacımındır. Ceylan. Hə, bu da qızımındır. Ceylan. Merhaba Alifim. Hə, sən də sıra çatacaq. Hə, baxın, İbrahim həmişə kimi corablar. O tarara. Corablar yığıb. Bu da Mehmet'in. Material çox qəşəngdir. Sənin də hamısı sənin. Allah affı sən. Bu Tamam, sənin. tamam. Buna nə qədər? Bak. Mehmet de. Hə, bu mənim bu şeylə seplərimi taxmaq. Hə, mənim. Hə, hə, sənin də hamısı. Beyin çox. Allah. İbo cəmat baxın. Ay, nə material. Wow. Mehmet de. Çox qəşəng bir şeydir. Bunu buradan qəşəng maraqlı Elə. kombinləyəcəm baxın. Evet. Çox maraqlı bir şeydir. Nəysə, Neysə. belə videoların davamını istəyirsinizsə, izləmədə qalın, izləyin bizi. Görüyorum kötüydü. Gördünüz nə deyir? Komment yazın, ekran bəyənin. Hə? Sağ ol deyin. Sağ Aynen, yok. olun. Alın. Sonda bunda deyim, bunu deməsəm olmazdı. Bu da kassadır. İnşallah böyüyəndə kassa olacaq. Hələ ki balacadır. Böyüyəndə kassa mı olacaqsın? Qızımın beyni çönüb 7 manat buna pul verib. Heç nə qızım böyüyəndə kassa olacaq.